Salam. Hər vaxtınız xeyir olsun. Buradan səslənirəm. Xaricdən mənə zəng eləyən dostlarımıza, müştərilərimizə zəng vururlar. Hüseyin, bizə daxili kreditlə bağ evi, villa var. Deyirdim ki, yoxdur. Çünki burada daxili kreditlə heç kim ev vermir, bağ vermir. Ancaq banka müraciət eləməliyiz. Amma bugün mən sizə daxili kreditlə ilkin ödəniş 30% olmaq şərti ilə sizə bağ evləri təqdim edirəm. O bağ evlərindən birin hal-hazırda sizə təqdim edirəm. Buyurun, keçək həyətə. %30% ilkin ödəniş, qalan məbləğ daxili kreditlə. Ev sahibi ilə danışacaqsınız, aylara bölüb aylıq pullarınızı ödəyəcəksiniz və bu evə sahib olacaqsınız. Ev 7 sotun içərisində inşa olunub, 5 otaqlıdır. 260 kvadratdır. Bir daha söyləyirəm, 7 sot çox keyfiyyətli, gözəl inşa olunmuş bu bağ evi kreditlə satıla bilir. Yəni satılır da. Qiyməti isə 580 min manatdır. Bundan ucuz ev də var burada, hansı ki qiyməti 480 min manata. Buyurun, evin həyətində döşəməsi isti döşəmə olan, üz hissəsi cam balkonla təhciz olunmuş belə bir yay-qış mətbəxi. Evin həyəti gördüyümüz kimi çox genişdir, çox gözəldir. İlkin olaraq o ev çıxmışdı satışa kreditlə, o satıldı. Allah xeyir versin. Bu hissədə 4 metrənin 10 metrəyə olan aşma, hovuz və yan hissəsində dəvə boynu şəlaləsi var. Evin bütöv olaraq hər tərəfinə fırlanmaq olur. Evin altında, baxın bu qonaq evinin altında bütöv olaraq baxmışam, texniki otaqdır. Evin bütün motorxanası falan hamısı orada yerləşir və evin arxa hissəsində isə həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı mövcuddur. Bura isə evin ümumi giriş qapısı və ön hissəsində olan verandadır. Veranda birbaşa mətbəx otağının qarşısında yerləşir. Maşallah, mətbəx otağımız da buradan gözəl görünür. Göstərəcəm içəridə elektronikalar, bütün mətbəx mebeli yığılıb, hamısı yerindədir. Bu da evin arxa hissəsi. Keçib, biz o tərəfdən belə fırlanıb gəlmək olur. Ərazimiz çox gözəldir. Biz hal-hazırda Mərdəkanda Əncirli ərazisindəyik. Buyurun. 580 minə 7 sotun içərisində 5 otaqlı, hələ daxili kreditlə, ilkin ödəniş 30%-la ev var Mərdəkanda? Yoxdur. Amma mən sizə bu evi təqdim edirəm. Mətbəx. Geniş mətbəx otağı. Mətbəx mebeli yığılıb, elektronikalar, soyuducu, sobalar və qab-yuyan maşın qoyulub. Bura isə mətbəxin daxilində olan çamaşırxanadır. İşığı yandırmadım, gəl. Mətbəxlə üzbəüz qonaq otağıdır. Əlbəttə ki, daxili kreditlə ev verilirsə, bütün sənədlər qaydasındadır. Torpağın da, evin də çıxarışı var. Şəhərcikdə qaz, su, işıq, internet hamısı var, daimidir. Birinci yataq otağı. Hamısı yataq otaqları, geniş, böyük bir yataq otaqlarıdır. İkinci yataq otağı. Üçüncü yataq otağı daxilində sanitar qovşağı yerləşir. Əzizlərim, ev sahibi çox gözəl insandır. Sahibkar çox gözəl insandır. İnşallah kimə bu şərtlər uyğun olsa, zəng vurun, sizləri görüşdürüm. Mən inanıram ki, siz bu sahibkarla yola gedəcəksiniz inşallah. Tam mərkəzdə yerləşən ümumi sanitar qovşağı. Və sonda sizlərə 4-cü yataq otağını təqdim edirəm. 4-cü.
4-cü yataq otağı və bu yataq otağının da daxilində Elvin sanitar qovşağı var. Evin daxilində 4 yataq otağı var. 4 yataq otağından ikisinin özünün daxilində sanitar qovşağı var. Evin içərisində bir dənə ümumi sanitar qovşağı var. Qonaq otağı, mətbəx, mətbəxin daxilində çamaşırxana yerləşir. Ümumi yaşayış sahəsi evin 260 kvadratdır. Torpaq sahəsi isə 7 sotdur. 700 kvadrat metr. Mərdəkan tam mərkəzdə Əncirli ərazisində. Bir daha söyləyirəm, kredit axtaran dostlarımız üçün.